Axşamınız xeyir olsun, salamlayım hər birinizi. İlk öncə komandama, futbolçularıma təşəkkür etmək istərdim. Çünki çox uzun, maraqlı bir sezon keçirdilər bu turnirdə, Çempionlar Liqası turnirində və qısa olaraq bildirim ki, çox razıyam hər birindən. Göstərdikləri oyuna görə, göstərdikləri performansa görə, xarakterə görə və bugün də son oyunumuzda özlərinin maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji komandanı hazırlamaq biraz çətin idi, heç də asan deyil idi. Amma buna baxmayaraq futbolçular bugün və ələlxüsus yenə ilk hissənin əvvəlində 2 qoldan sonra yenə özlərini ələ ala bildilər və sona kimi oyundan qopmadılar. Və təşəkkür edirəm hər birinə. Və fürsətdən istifadə edib mən Newcastle azarkeşlərinə təşəkkür etmək istəyirəm. Stadionda baxmayaraq ki, öz komandalarına azarkeş eləməyə gəlmişlər, hətta bəzən bizə də azarkeş edirdilər. Bizim etdiyimiz yaxşı hücumlara, bizim vurduğumuz qola hətta əl çalırdılar və onlara təşəkkür edirəm. Və hətta Bakıya gələn azarkeşlər çox razı qayıtmışdılar və bizim gözəl Bakını Bakı haqqında danışmışdılar, fikirlərini bildirmişdilər və ümumiyyətcə Bakıdan çox pozitiv bir notlarda qayıtmışdılar. Uğurlar arzulayıram Newcastle komandasına və sonda yenə də fürsətdən istifadə edib, əlbəttə ki, mən öz azarkeşlərimizə təşəkkür edirəm, öz Azərbaycanlı azarkeşlərimizə, hansı ki, burada olan, Bakıda olan ki, bu marafonda bizlə oldular sona kimi, bizə güvəndilər, bizim yanımızda oldular, həm qalib gəldiyimiz oyunlarda, həm məğlub olduğumuz oyunlarda və belə biz də çalışdıq onları ancaq yaxşı tərəfdən yaxşı sevindirək və onlar üçün böyük futbolun nə olduğunu göstərmək üçün hər şeylə yaxşı etməyə çalışdıq. Və bir daha sənə bizə təşəkkür edirəm. Buyurun Aydan xanım. Playoff mərhələsi komanda üçün böyük təcrübə oldu. Bu yolda komanda üçün ən vacib dərs nə oldu və Qarabağın bundan sonraki yol xəritəsində nələr var? Bəli, hər oyun bizim üçün böyük bir təcrübə oldu bu qrup mərhələsində. Çünki biz çox böyük klublara qarşı oynadıq və fərqli oyun sistemində oynayan komandalara qarşı oynadıq. Hər oyun demək olar ki, biz rəqibə fərqli yanaşırdıq, amma mənim üçün, bizim üçün daha böyük təcrübə ayrıca İngilis komandalarına qarşı oynamaq oldu. Bugün mən əvvəl də fikirlərini bildirmişdim ki, İngilis futbolu bugün Avropa futbolundan çox fərqlənir. Var Avropa futbolu, var İngilis futbolu və belə böyük bir təcrübə oldu. Belə böyük klublara qarşı oyunlar keçirmək və komandanın futbolçuları oyuna hazırlamaq. Və əlbəttə ki, istərdim daha yaxşı oyunlar keçirək, amma fikirləşirəm ki, mümkün olan qədər özümüzü yaxşı tərəfdən göstərə bacardıq, bildik. Və qarşıda əlbəttə ki, bu məncə tez yaddan çıxmayacaq, çünki futbolçular həm fiziki, həm psixoloji çox yoruldular, bəzi oyunlarda çox böyük zərbə aldılar. Buna baxmayaraq bizim həmişə qarşımıza qoyduğumuz məqsədimiz maksimum olub, nə qədər biz irəli gedə biləriksə ondan maksimum istifadə etməyə və yenə az bir vaxtda toparlanmalıyıq, az bir vaxtda başda mən, sonra da futbolçular özümüzü ələ almalıyıq ki, hansı ki, komandanı özümüzü normal, sağlam bir vəziyyətə gətirməliyik və ondan sonra yaxşı oturub fikirləşməliyik ki, qarşıdakı aylarda, illərdə ki, daha uğurlu iş görməyə. Buyurun. İlham Mansuroğlu 3-4-3. Əvvəla təbrik edirəm bu cəsarət. Çox sağ olun. Döyüşə görə bir Azərbaycanlı kimi məni də həqiqətən çox qürurlandırdı. Kəsinliklə yəqin istəyirsiniz. 2 sualım olacaqdı sizə. Birinci sualım odur ki, biz 5-li müdafiə olmağa başladıq. İkinci, ötən oyunun ikinci hissəsində olduğu kimi. Amma o 5-li müdafiəsinin qarşısındakı xəttlərdə problem var idi. Yəni, müdafiəçiləri olan rahat şəkildə sıza bilirdilər və bu təhlükə yaradırdı bizə. Siz bunu həll etməyi düşünürsünüz gələcək üçün? Məsələn, kompakt 4-4-2 və ya 5-4-1 kimi. İkinci sualım isə budur ki, standartlar bizim baş ağrımızdır.
elə bil biz standartları yaxşı yerinə yetirə bilmirik və standart vəziyyətlərdən də qollar yeyirik. Siz də həmişə qlobal trendləri izləyirsiniz. Bununla bağlı gələcək üçün planınız nədir? İlk olaraq əlbəttə ki, hər komandanın öz oyun sistemi var, öz meydana düzülüşü var və bizim birinci öz qarşımıza qoyulan məqsədimiz öz oyun sistemimizi qoruyub saxlamaqdır və onu daha da yaxşılaşdırmaqdır, əlbəttə ki. Amma bəzən qarşımıza elə rəqib olur ki, həm topla yaxşı davranan, həm fiziki güclü olan, həm taktiki güclü olan belə komandalara qarşı əlbəttə ki, bəzən görsən hansısa bir dəyişikliklərə əl atmalıyıq. Və buna görə həm Bakıda, həm də bugün biraz beşli müdafiə seçdik və elə o boşluqları doldurmaq üçün elə beşli müdafiə seçdik. Çünki bizim orta xətt oyunçular istər-istəməz biraz önə daha meyilli olurlar və onun arxasında daha çox oyunçunun olması üçün belə bir qərar vermişdik. Amma bizim məqsədimiz yenə də öz oyun sistemimizi, öz oyun düzülüşümüzü qoruyub saxlamaqdır və onu daha da inkişaf elətdirməkdir. Çünki hər bir sistemi dəyişmək üçün gərək ona uyğun oyunçuların sayını çoxaldasan, ona uyğun oyunçular əldə eləyəsən. Bugün biz illərdir bugünkü uğurlarımızı bu oyunumuzdan, bu sistemimizdən etmişik. Ona görə buna uyğun da oyunçular biz komandamıza dəvət eləyirik. Amma qarşıda əgər bu cür davam eləsə, hansısa bir görsək ki, bizə daha çətin olur qarşıdakı Avropa oyunlarında, bəlkə hansısa bir addım atarıq, bəlkə hansısa bir sistem dəyişikliyi eləyərik. İkinci suala gəldikdə, ikinci sual standartlar. Burada məncə bu daha çox rəqibin gücüdür. Yəni bugün biz baxsaq, biz bəli, biz hazırlıq görürük, biz məşqlərdə yəni rəqibin etdikləri bəzi standart vəziyyətlərə hazırlaşırıq, hazır oluruq, amma real baxmaq lazımdır, rəqib yəni bizdən üstündür. Yəni ona görə o onların üstün cəhətidir və yəni hər dəfə fərqli standart vəziyyətlər yerinə yetirirdilər və qabaritləri çox böyük olan fiziki futbolçuları var idi. İstər-istəməz belə komandalara qarşı oynamaq çətindir və həm də ki, bir daha qeyd edirəm ki, yəni İngiltərədə yəni standart vəziyyətlərdə ümumiyyətcə bütün komandalar çox üstün oynayır və bugün ümumiyyətcə dünya futbolunda standart vəziyyətlər qalibiyyətin bəlkə də bir 30%-idir. Yəni böyük komandalara baxsan, yəni 30% komandalar görsən, çox komandalar bəzi qalibiyyətlərin 30%-ni elə standart vəziyyətlərdən sonra əldə ediblər. Yəni biz bugün təkcə standart vəziyyətlərdə yox, ümumiyyətcə yəni futbolun strukturunda biz biraz geridəyik. Bunlar Avropa, yəni İngiltərə bunlar daha çox böyük, çox sürətli inkişaf edirlər. Amma hər bir halda biz buna diqqət ayırıq və istərdim ki, daha da möhkəm olaq, daha da sərrast olaq. Çox sağ olun. Var. Buyurun, doğru. Mən bu iki kampaniya nəzər salsaq, çox uğurlu kampaniya olacaq. Çox uğurlu oyunlar oldu. Çox güclü komandalar var. Məsələn, şu büyük Chelsea məsələn. O oyunlarda Qarabağ çox yaxşı oyun sərgilədi. Amma siz özünüz qeyd edirsiniz, İngiltərədə Liverpool, Newcastle. Amma hətta əlavə eləyəm ki, Ajax'ın oyunda. O oyunlarda ki, oyunçular, rəqib komandasının oyunçuları, Qarabağ futbolçuları boy baxımda, fiziki azlığında, sürətdə xeyli üst eləyəndə onlara qarşı Qarabağ heç nə edə bilmədi. Yəni sizin fikrinizcə nəsə eləmək olar mı gələcəkdə bu belə komandaların mümkündürmü? Yox, mümkündür deyəndə iş orasındadır ki, biz bir addım irəli getməyə bacarırıqsa, Avropa komandaları, Avropa futbolu daha çox irəli gedir. Zaten biz bugün onlardan geridəyik, amma onlar yenə də daha sürətli inkişaf edirlər. Onlar bugün bəzən oturub analiz edirik futbolu. Əvvəllər bu qədər detallar futbolda yox idi. Bugün yəni elə bir klublar, komandalar ümumiyyətcə yəni futbol elə formalaşıb ki, yəni hər epizoddan maksimum istifadə edir və hər epizodda
istər həm standart vəziyyətləri olsun, out olsun və yaxud korner olsun və yaxud digərləri olsun və yaxud əks hücumları olsun, hamısı daha sürətlənib, hamısı daha inkişaf eləyib. Yəni necə ki belə deyək, elm inkişaf eləyir, o cür də futbol həddindən sürətli inkişaf eləyir. Və bu ölkələr ümumiyyətcə Avropa, yəni futbola çox böyük yatırımlar qoyur. Yəni futbol o demək deyil ki, 11 futbolçu çıxdı, məşq keçdin, futbol oynadın. Yəni bu deyil. Yəni ondan vacib olan o qədər detallar var ki, sən ümumi yerə gedirəm, infrastrukturundur, sən ümumi sağlamlığındır, sənin ümumi qidalanmandır, sənin ümumi bərpandır. Yəni o qədər şeylər var ki, yəni biz çox geridəyik. Və buna baxmayaraq mən futbolçularıma, yəni bu qədər deyək ki, səbəbləri mən dedim. Bu səbəblərə baxmayaraq mən futbolçularım çox böyük qəhrəmanlıq göstərdilər və biz həmişə çalışmışdıq ki, cəsarətli olmağa, həmişə istənilən rəqibə qarşı ayaqüstü möhkəm durmağa və bunu biz minimum bacardıq. Bəlkə də rəqiblər bunu bizdən gözləmirdilər ki, biz belə cəsarətli olarıq deyə. Və belə də şükürlər olsun Allaha sonda belə bir Azərbaycan reallığında belə bir uğur əldə elədik və mən yenə qeyd edirəm, həm klub olaraq, həm Azərbaycan futbolu olaraq, həm Azərbaycan azarkeşi olaraq çox böyük təcrübə topladıq hamımız. Çox sağ olun. Çox sağ olun. Thank you. Təşəkkür edirəm.